Azərbaycan Respublikası Prezidentinin Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında 3 fevral 2025-ci il tarixli sərəncamının müddəalarına uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəllərinə bəstələnmiş romansları mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masa Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Tədbirin aparıcısı Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında ölkə başçısının sərəncamını tariximizdə və mədəniyyətimizdə xidmətləri olan şəxsiyyətlərin irsinə böyük diqqətin nümunəsi kimi dəyərləndirib. O, dəyirmi masa iştirakçılarına bölmənin sədri, əməkdar elm xadimi akademik Fuad Əliyevin salamlarını və uğur diləklərini çatdırıb. Tədbirin məruzələrinin dinlənilməsi zamanı Əlimuxtar Muxtarov həmçinin Nizami Gəncəvinin musiqi dünyasının Üzeyir Hacıbəyli yaradıcılığında təcəssümü mövzusu üzrə məruzə edib. Bölmənin Diyarşünaslıq İnstitutunun etnografiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Samirə Qasımova Üzeyir Hacıbəylinin Azərbaycan xalqının milli oyanış və milli özünədərk tarixindəki xidmətləri, Gəncə Dövlət Universitetinin nəzdində regional kollecin müəllimlərindən bəstəkar Respublikanın əməkdar artisti Məmməd Cəfərov Üzeyir Hacıbəyli ensiklopediyası və musiqişünas Gülər Hüseynova Üzeyir Hacıbəyli yaradıcılığında romans qəzəl janrı mövzuları üzrə çıxış ediblər. İştirakçılar məruzələr, həmçinin maraqlandıqları məsələlər barədə fikirlərini bölüşüblər. Dəyirmi masanın musiqili qonaqları Gəncə Dövlət Universitetinin nəzdində regional kollecin müəllimi Vüsal Namazov, eləcə də tələbələrdən Nurlan Hüseynzadə və Azər Verdiyev öz ifaları ilə tədbirə xüsusi ovqat bəxş ediblər.